Mingəçevir şəhərində 1994-cü il təvəllüdlü mənsur sərxoş vəziyyətdə tanışı Səfərə xəsarət yetirib. Hadisə Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən Samux kafesinin yaxınlığında baş verib. Mənsur orada tanışı Səfər və ortaq tanışları ilə söhbət edərkən qadın həm kəndisinin əxlaqsız hərəkətləri barəsində danışan Səfərə məclislərinə uyğun olmayan söhbətlər etməsi ilə bağlı iradə bildirib. Bu zaman onların aralarında mübahisə yaranıb. Sonra isə əlbəyaxa dalaşıblar. Mənsur Səfərin üzünə yumruq vurub. Mənsurun barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Kafedə söhbət zamanı Səfər spirtli içkinin təsiri altında olarkən yaşadığımız kəndin qadın sakinlərinin barəsində xoşagəlməz söhbətlər etməyə başladı. Mən də ona kəndin sakinləri haqqında bizim məclisimizdə söz danışmağın yersiz olmasını bildirdim. Aramızda mübahisə davam edərkən Səfər sağ qolumun işləməməsi, korset olmasına görə onunla dalaşa bilməyəcəyimi əmin olaraq kəllə ilə məni vurmağa cəhd etdi. Həmin vaxt zərbədən yayındım. Sol əlimlə yumruqla Səfərin sifətindən bir dəfə vurdum deyə ifadəsini yekunlaşdırıb. Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Mənsur aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.